Sizi sağlamlıq rubrikamızda salamlayırıq. Yaxşı əhval-ruhiyyə sağlam bədəndən başlayır. Mən Sona sizə kömək edəcək faydalı məsləhətləri bölüşəcəyəm. Müqəddəs kitab Zəbur kitabı 32-də deyir: Ya Rəbb Allahım, səni imdada çağırarkən mənə şəfa verdin. Salam əziz dinləyicilər. Sağlamlıq və təbii qidalar mövzusunda olan podkastımıza xoş gəlmisiniz. Bugün sizi həm dadı, həm də faydaları ilə valeh edən möcüzəvi bir meyvə ilə, yəni şaftalı ilə tanış edəcəyik. Bilirdinizmi ki, şaftalının vətəni qədim Çin hesab olunur və eramızdan əvvəl 2000-ci illərə qədər uzanan tarixi var. Çin mədəniyyətində şaftalı uzun ömür və ölümsüzlük simvolu sayılırdı. Maraqlıdır ki, şaftalı ağacı həm çiçək, həm də meyvə olaraq bir çox ölkənin rəsmi simvollarından biridir, xüsusilə Yaponiyada. İndi isə gəlin bu ləzzətli meyvənin sağlamlığımıza olan təsirlərinə, müsbət və mənfi cəhətlərinə nəzər salaq. Onun birinci müsbət xüsusiyyəti ondan ibarətdir ki, o vitamin və minerallarla zəngindir. Şaftalı C və A vitaminləri ilə boldur, yəni beta-kerotin şəklində. C vitamini immunitet sistemini gücləndirir. A vitamini isə görmə qabiliyyəti və dəri sağlamlığı üçün vacibdir. Həmçinin kalium, maqnezium və lif kimi mineralları ehtiva edir. İkinci, antioksidant gücü. Tərkibindəki xlorogen turşusu və digər flavonoidlər kimi antioksidantlar sayəsində şaftalı orqanizmi sərbəst radikalların zərərindən qoruyur. Xroniki xəstəliklər, o cümlədən xərçəng və ürək xəstəliklərinin riskini azaldır. 3. Həzm sistemini dəstəkləyir. Yüksək lif tərkibi sayəsində şaftalı həzm sisteminin düzgün işləməsinə kömək edir. Qəbzliyin qarşısını alır və bağırsaq sağlamlığını yaxşılaşdırır. 4. Dəri sağlamlığına faydalı. A və C vitaminləri dərinin elastikliyini artırır, qırışların əmələ gəlməsini yavaşladır və ümumi dəri sağlamlığını dəstəkləyir. Tərkibindəki suyun yüksək miqdarı da dərinin nəmləndirilməsinə kömək edir. 5. Çəki idarəçiliyinə kömək edir. Şaftalı aşağı kalorili və yüksək su tərkibli bir meyvədir. Bu xüsusiyyətləri sayəsində doyma hissi verir və arıqlamaq istəyənlər üçün əla seçimdir. Və 6. Ürək sağlamlığı. Kalium və lif tərkibi sayəsində qan təzyiqini tənzimləməyə və xolesterol səviyyəsini aşağı salmağa kömək edərək ürək-damar xəstəlikləri riskini azaldır. Bununla yanaşı bir neçə mənfi xüsusiyyətləri də var, gəlin onlara da nəzər salaq. 1. Şəkər tərkibi. Şaftalı təbii şəkərlərlə zəngindir. Həddindən artıq istehlakı, xüsusilə diabeti olan insanlar üçün qan şəkərinin artmasına səbəb ola bilər. 2. Pestisidlər. Təbii olaraq nazik qabığına görə pestisid qalıqlarını özündə saxlama ehtimalı yüksəkdir. Buna görə də mümkün olduqda orqanik şaftalı seçmək və ya yeməzdən əvvəl yaxşıca yumaq vacibdir. 3. Allergiya riski. Bəzi insanlarda şaftalıya qarşı allergiya reaksiyaları, qabıq allergiyası, ağız qaşınma, şişkinlik müşahidə oluna bilər. Bu əsasən ağız allergiyası sindromu ilə əlaqəli ola bilər. 4. Həzm problemləri. Bəzi insanlar üçün şaftalının qabığı həzm olunması çətin ola bilər və bu şişkinliyi və ya qaz yaranmasına səbəb ola bilər. Və 5. Oksalatlar. Şaftalı oksalat ehtiva edir. Bu da böyrək daşı problemi olan bəzi həssas insanlarda problem yarada bilər, lakin bu çox nadir haldır. Şaftalı təbiətin bizə bəxş etdiyi ləzzətli və sağlamlıq dolu bir meyvədir. Onun tərkibindəki vitaminlər və minerallar sayəsində həm daxili orqanlarımız, həm də dərimiz fayda görür. Amma hər bir təbii məhsul kimi şaftalını da ölçülü şəkildə istehlak etmək vacibdir. Onu təravətləndirici içki, desert və ya sadəcə çiğ halda yeməklə həm sağlam qala,
həm də həyat keyfiyyətini artıra bilərsiniz. Gəlin təbiətin bu gözəl nemətini bir yerdə dəyərləndirək. Növbəti podkastımızda görüşənədək sağ olun və hər zaman sağlam qalın.